ABŞ Federal Ehtiyatlar Sistemi yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4,4% müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq edilir. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də, son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə edilmir. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi. Bugünsə Mərkəzi Bank toplantı keçirəcək və uçot dərəcəsinə baxacaq. Bəs Fedin qərarından sonra Azərbaycanda da dollar bahalaşa bilərmi? Manset.az məlumat verir ki, məsələ ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramovun bizim.mediaya açıqlamasında bildirdi ki, Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib. 2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul kredit siyasətinin ümumi istiqamətlərində Baş Bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını elan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir. Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan olunması məqsədə uyğun olardı. Bu, milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyuluşları xüsusən də yerli investisiya baxımından da vacibdir. Millət vəkili onu da əlavə etdi ki, əvvəllər də qeyd etdiyimiz kimi manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.